Yuxuda xoruldamaq sadəcə doğmalar üçün narahatlıq deyil, eyni zamanda çox ciddi fiziki qüsurdur. Bununla bağlı mütləq şəkildə həkimə müraciət vacibdir ki, yuxuda həyatınızı itirməyəsiniz. Bu və digər maraqlı xəbərləri isə bizə sona qədər baxsanız görəcəksiniz. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Şirniyyat dəri səpkilərini artırır. Dərinin gizli düşməni aşkarlandı. İnsana bənzər robotlar artıq saatlıq icarəyə verilir. Yeni trend. Qarpız tumlarını atmayın, çayını dəmləyin, təzə olmasına diqqət edin. Xoruldamaq ölümlə nəticələnə bilər, terapevt izah edir. Uşaqlar SPF istifadə etməməlidir, yerli pediatr izah edir. Yerli həkimlərdən biri danışır ki, şəkər xəstəliyi, ürəyində problemlər olmağına baxmayaraq bir kişi yoldaşını gətirir ki, xoruldamağını müalicə elə. Deyəndə ki, bu xoruldamağın altında digər problemlər yatır, deyir, mənim üçün fərqi yoxdur. Sadəcə gecələr xoruldamasın, yata bilmirəm. Bəli, bu sadəcə sosial problem deyil, eyni zamanda da bir gecə yuxudan oyanmamaq riski daşıyan bir xəstəlikdir. Detallı baxaq. Mart ayında bir kişi yoldaşını gətirmişdi. Adətən qadınlar kişiləri gətirir. Bu dəfə kişi qadını gətirmişdi. Ahıl yaşdadılar, ayrı da yatmaq istəmirlər. Bu bəzi insanların da psixologiyasıdır. Qorxurlar, kişi də qorxur, qadın da. Bu da bir seçimdir. Qadın da çəkilidir, diabeti var, kontrolsuz da təzyiq xəstəliyi var. Kişi qadını gətirib ki, gəlmə səbəbi nədir? Kontrolsuz diabet deyil, təzyiq deyil. Halbuki ortadadır. Qadının nə şəkəri, qaydasında deyil, nə təzyiqi. O heç kişiyi çox da narahat eləmir. Onu narahat eləyən nədir? Yoldaşım xorulduyur. Gəlir, altda yatan səbəb qadın çəkilidir. Şəkəri 300-lərdə, 3 aylıq qan şəkəri 9, yetərsiz bir təzyiq dərmanı qəbul edir. Təzyiqi yenə 180-lərdə. Təbii ki, birinci bu problemləri həll elədik. Biraz şəkini azaltdıq, şəkəri qaydaya saldıq, təzyiqi qaydaya saldıq. 2 aydan sonra aprel ayının sonu idi. Gəlmişdilər, ikisi də çox xoşbəxt, sakit, rahat. Hətta mən düşünürdüm onları o yuxu laboratoriyasına yönləndirim pulmonoloq həkimlərdən birinə. Və nə istifadə olunur? O diaqnoz qoyulanda CPAP deyilən bir cihaz var. Balaca bir cihazdır. Onu istifadə eləməklə həm xoruldama azalır, həm rahat tənəffüs eləyir. Yatan zaman pasiyent, ətrafdakılar da narahat olmur. İnqalyasiya kimi, yəni nəfəs almağa kömək olur. Niyə insanlar yatanda daha çox xorulduyur? Çünki beyin özü tənəffüs eləmə kimi bir vərdişdən biraz uzaqlaşır. Xoruldamaq ölümlə nəticələnə bilər. Xorultu ailə daxili münasibətləri gərginləşdirir, bəzən ailələrin dağılmasına belə səbəb olur. Gecə saatlarında güclü xorultu bəzi hallarda yuxu zamanı nəfəsin dayanması, yuxu apnesi ilə müşayiət oluna bilər ki, bu da ciddi sağlamlıq riski yaradır və müalicə olunmadıqda həyati təhlükəyə səbəb olur. Bu haqda daxili xəstəliklər uzmanı, terapevt uzman doktor Əfsanə Bayramova danışıb. Xoruldamaq çox insanlarda ailə münasibətlərinə çox təsir edir. Xoruldamaq normal deyil. Bəziləri deyir ki, hətta qohumlarıma belə deyəndə, məsələn, yoldaşı şikayət edir dayımın. Deyirəm ki, gəl səni müayinə eləyək. Deyir ki, mən kişiyəm də, xoruldayaram. Kişi xoruldayacaq deyə bir şey yoxdur. Yəni, kişi xoruldamamalıdır. Mütləq burunda anatomik problemi var. Arterial hipertenziya mı var, təzyiq mi var, artıq çəki mi var, diabet mi var? Bir də boynu qısa olanlarda, çəkisi çox olanlarda, boynu qısa olanlarda xoruldama daha çox olur. Normal deyil, qətiyyən normal deyil. Ona görə də müəyyən yaşdan sonra gənc insanlar deyil, xoruldayanlar yaşlı insanlardır. Altda yatan 90% hallarda yüksək təzyiq var, artıq çəki var və burunda anatomik problem var. Qeyd edək ki, mütəxəssislər davamlı xorultunu sadəcə səs-küy problemi deyil, mümkün sağlamlıq xəbərdarlığı kimi qiymətləndirir. Bu halda mütləq həkimə müraciət edilməlidir. Erkən diaqnoz və müalicə gələcəkdə yarana biləcək ciddi sağlamlıq problemlərinin qarşısını almaqda mühüm rol oynayır. Ürək-damar sisteminə zərər verir. Bəzən yanımızda xoruldayan insanları elə bilirik ki, biz onu oyatmasaq anında nəfəsi dayanacaq və keçinəcəkdir. Olur da belə. O qədər qəfləti ölümlər var. Çəkisi artıq olanlar, təzyiqi çox olanlar, tək olanlar, gecə qəfləti ölümlərin altda yatan səbəblərdən biridir. Beyin hipoksik qalır, orqanizm hipoksik qalır, ürək də hipoksik qalır deyə qəfləti ölümlərin də səbəbidir. Bəzən
deyirlər ki, olsun da, xorulduyuram da. Yorğun olursan, beynin oksigenlə qidalanmır, səhər yorğun oyanırsan, bütün orqanizma, toxumalara, ürək, qan damar sisteminə təsir edir. Aradan qaldırılmalıdır və polisomnografi deyilən bir metod var. Yəni bu həqiqətən yuxu apne sendromudursa onu təsdiq edir. Apda yatan səbəblərdə siqaret, içki, artıq çəki, burunda anatomik problemlər, boynun qısa olmağı kimi və s. bunlar aradan qaldırılmalıdır. Boynun qısa olmağı anatomik yapı da aradan qaldırmırıq, amma boynun qısa olanlar, çəki də artıq olursa, təbii ki, artıq xorlama problemləri ortaya çıxır. Yaxın günlərdə sizə yerli həkimlərdən birinin SPF-in nə qədər vacib olmağı ilə bağlı xəbərini paylaşmışdıq. İndi isə daha bir yerli mütəxəssis iddia edir. Uşaqlara SPF kremi vurmayın, D vitamininin qarşısını alırsınız deyir. Mən elə gəlir ki, hər iki həkimi üzləşdirib onların debatını izləmək çox maraqlı olardı. Uşaqlar SPF istifadə etməməlidir. Yay aylarında uşaqların günəşdən qoruyucu kremlərin istifadəsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Yerli pediatr gün qoruyucu kremlərin uşaqlarda istifadəsini qəti əleyhinə olduğunu bildirib. Mən bir pediatr kimi uşaqlarda SPF tərkibli kremlərin istifadəsini tövsiyə etmirəm. Ona görə ki, əgər biz bunlardan istifadə etsək, bu sun protector faktor tərkibli maddə ultrabənövşəyi şüaların dəriyə keçməsini əngəlləyəcək və uşaqlarda D vitamini yaranmayacaq. Ona görə də biz D vitamini almış olmayacağıq bu yay günlərində. Ən yaxşı yol budur ki, yay günlərində, səhər saatlarında və axşam saatlarında günəşlə birbaşa təması təmin edəsiniz və D vitamini yaranması üçün 15-20 dəqiqə kifayətdir ki, günəş şüaları dəriyə dəysin. Amma SPF kremlər isə əlavə bir toksin maddə deməkdir həm də və günün qızmar vaxtlarında isə uşaqları dərinin günəş tərəfindən zədələnməməsi üçün, yəni dəri yanıqlarının, günəş yanıqlarının olmaması üçün isə günəşə çıxarmamanız lazımdır və başörtüklərlə istifadə olunmalıdır. Uzun qol da geyilə bilər uşaqlar üçün. Əgər vacibdirsə, uşaq həmin saatlarda havada olsun. Dəniz kənarında belə SPF kremindən istifadə etməkdənsə, kölgəliklərdən istifadə etmək daha doğrudur. Pediatr vurğulayıb ki, D vitamini çatışmazlığı riski olan uşaqlarda bu vitamin həkim məsləhəti ilə qidalanma və ya vitamin əlavələri vasitəsilə də təmin edilir. Onun sözlərinə görə, məqsəd həm uşağın D vitamini ehtiyacını ödəmək, həm də günəş şüalarının zərərli təsirlərindən qorunmasını təmin etməkdir. Dermatoloq Leyla Burzu iddia edir ki, üzdəki səpgilər mütləq şəkildə əksərən yediyimiz şirniyyatlardan asılıdır. Baxaq görək, həkim bunu nə ilə əsaslandırır? Şirniyyat dəri səpgilərini artırır. Yüksək şəkər tərkibli qidaların həddindən artıq qəbulu insanlarda aknenin şiddətlənməsi ilə əlaqələndirilir. Lakin səpgilərin yaranması təkcə qidalanmadan deyil, hormonal dəyişikliklər, genetika, stress və düzgün olmayan dəri baxımı kimi bir sıra amillərdən asılıdır. İstənilən halda üzdəki xoşa gəlməz səpgilərin mənşəyini bilmək çox vacibdir. Bu barədə dermatoloq, kosmetoloq Leyla Burzu məlumat verib. Şirniyyat birbaşa təsir göstərir. Ona görə və ümumiyyətlə şirniyyatın sırf əgər unlu şirniyyatlar nəzərdə tutulursa və ya yəni təbii şirniyyatlar deyilsə, digərlərini nəzərdə tutulursa, onların heç bir sahəyə, tibbin heç bir sahəsində xeyri yoxdur. Heç bir sahəsi yoxdur ki, bəli, yoxdur. Yəni ona görə onları rasiondan çıxartmaq məsləhətdir. Onlar yalançı sevinc bəxş edirsə, əksinə ondan sonraki fəsadları daha çox depressiyaya salır. Mütəxəssisin sözlərinə görə yüksək glisemik indeksə malik qidalar qanda şəkərin sürətlə yüksəlməsinə səbəb olur. Bu isə insulin səviyyəsinin artmasına, dəri pivəzlərinin daha aktiv işləməsinə və bəzi insanlarda aknenin şiddətlənməsinə gətirib çıxara bilər. Dermatoloqlar dəri problemlərindən əziyyət çəkən şəxslərə şəkərli qidaların qəbulunu məhdudlaşdırmağı, balanslı qidalanmağı, kifayət qədər su içməyi və dəriyə uyğun qulluq vasitələrdən istifadə etməyi tövsiyə edir. Məşhur Türkiyəli həkim isə qarpız mövsümü gələndə belə bir maraqlı açıqlama verib ki, çeydlərini dəmləyib içmək kifayət qədər faydalıdır. Amma nəyə faydalıdır bilmək üçün təbii ki, xəbərə baxmalısınız.
Qarpız tumlarını atmayın, çayını dəmləyin. Türkiyəli həkim İbrahim Saraçoğlu yay mövsümünün sevilən meyvəsi olan qarpızın və xüsusilə tumlarının sağlamlığa faydaları barədə məlumat verib. Onun sözlərinə görə qarpızın tərkibindəki likopen güclü antioksidant təsiri göstərərək ürək-damar sağlamlığını dəstəkləyir, pis xolesterolun azalmasına kömək edir və bəzi xərçəng növlərinin riskini azaldır. Tərkibindəki L-sitrulin isə damarların genişlənməsinə və əzələ yorğunluğunun azalmasına müsbət təsir göstərir. Saraçoğlu bildirib ki, qarpız tumları bütöv udulduqda orqanizm tərəfindən tam mənimsənilmir. Onları əzərək, çay kimi dəmləmək daha faydalıdır. Mütəxəssisin sözlərinə görə tumların tərkibindəki liflər həzm sisteminin fəaliyyətini dəstəkləyir, sitrulin maddəsi isə arterial təzyiqin tənzimlənməsinə və damarların rahatlamasına kömək edir. Bundan əlavə, qarpız tumlarından hazırlanan çayın sidik qovucu təsir göstərdiyi və böyrəklərin fəaliyyətini dəstəklədiyi qeyd olunur. Həkim həmçinin xəbərdarlıq edib ki, xarab olmuş və ya uzun müddət saxlanılmış qarpızın qəbulu həzm pozuntusu və qida zəhərlənməsinə səbəb ola bilər. Buna görə də qarpız seçərkən onun təzə olmasına diqqət yetirilməsi tövsiyə edilir. Və təbii ki, tibbi texnologiyadan da xəbərimiz var. Nəhayət ki, Çinlilər insanı tamamilə imitasiya eləyə bilən, bütün funksiyaları yerinə yetirə bilən kirayə robotların istifadəsinə başladı. Və insanlar az qala növbəyə düzülürlər bu kirayə robotları almaq üçün. Nə üçün, nə edirlər bu robotlar bilmək üçün izləyin. Çində insana bənzər süni intellekt robotlarının icarəsi sürətlə populyarlaşır. Yerli şirkətlər robotları sərgilər, reklam kampaniyaları, ticarət mərkəzlərində təqdimatlar, təhsil tədbirləri və müxtəlif ictimai aksiyalar üçün gündəlik və ya saatlıq istifadə üçün təklif edir. Xidmətin qiyməti robotun modelindən və funksiyalarından asılı olaraq dəyişir. Mütəxəssislərin sözlərinə görə bu xidmət robot texnologiyalarını almaq imkanı olmayan şirkətlərə onları sınaqdan keçirmək və müştərilərin marağını cəlb etmə imkanı yaradır. Hazırda icarəyə verilən robotların əksəriyyəti sadə hərəkətlər edir, insanlarla ünsiyyət qurur, rəqs edir və təqdimat funksiyalarını yerinə yetirir. Qeyd edək ki, Çin hökuməti son illərdə humanoid robot sənayesində milyardlarla dollar sərmayə yatırır və bu sahəni gələcəyin strateji istiqamətlərindən biri hesab edir. Bununla belə ekspertlər bildirir ki, texnologiya sürətlə inkişaf etsə də, insana bənzər robotların geniş miqyaslı tətbiqi üçün hələ müəyyən texniki maneələr mövcuddur. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tibb xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü də, doğmalarınızı da qoruyun. Sağ olun, salamat qalın.